Tutalım ki, elə indi qonşuluqda bir dava düşsə, aləmi bir-birinə vuran bir həngamə qopsa, orada olmayanlarınız gəlib həqiqəti öyrənmək istəyəndə nə ilə qarşılaşacaqsınız? Hərə hadisəni bir cür ifadə eləyəcək. Sizə məlumat verənlər hadisəni öz keyflərinə, öz maraqlarına uyğun danışacaqlar. Hətta orada olmayan adam belə elə bir mənzərə təsvir edəcək ki, sanki hər şeyi öz gözü ilə görüb. Çoxu həqiqətə yaxın danışacaq, bəli. Amma bəzən bircə balaca detalın səhvi bütün hadisənin mahiyyətini kökündən dəyişir. Siz öz zamanınızda gözünüzün qabağında baş verən kiçik bir hadisənin həqiqətini tam bilmirsinizsə, bu dünyadan qeyri başqa bir aləmdə olanların həqiqətini necə biləcəksiniz? Allah sizə baxıb qəhqəhə çəkir. Bu gizbəsərlər özlərinə inamı, etibarı olmadığı halda mənə necə inanırlar? Sizin öz aranızda etibarınız yoxdursa, iki fövqəl varlığın arasında o nəhəng əhvalatın həqiqətini hardan biləcəksiniz? Sizə danışılanlar sadəcə eşidilənlərdir, şahidi olduqlarınız deyil. Və ondan əlavə də siz bir şahın elçisini qəbul edib ona inana bilərsiniz. Amma söhbət Allahdan gedir. Siz necə əmin ola bilərsiniz ki, ilahi kəlam kimi qəbul etdikləriniz həqiqətən Allahdan gəlir? Əgər bu sözləri birbaşa Allahın dilindən eşitsəydiniz, bu başqa məsələ. Hərçənd ki, insan Allahı görə bilsə belə, heç vaxt onun Allah olduğundan tam əmin ola bilməz. Çünki Allahı dərk etmək üçün onun içində yox olmaq lazımdır. Bir su damcısı okeana düşəndə necə əbədi olaraq damcı olmaqdan çıxıb əriyirsə, siz də elə olacaqsınız. Siz istənilən halda öləcəksiniz. Çünki son gedişiniz Allahadır. Damcı okeanda yox olmur. Amma o qədər parçalanır ki, okean yenə okean olaraq qalır. Damcı isə artıq yoxdur. Siz Allahı dərk edə bilməzsiniz. Sizin inancınız deyənə yox, deyilənə əsaslanır. İndi deyin görüm, Allah sabah sizdən soruşsa ki, məni bir kral kimi hesab edib, niyə mənim özümdən deyil, mənim adımdan deyilənlərə inandınız? Nə cavab verəcəksiniz? Yaxud o sizi günahkar kimi mühakimə etsə deyə biləcəksinizmi? Biz eşidənə deyil, eşidənə deyənin etibarına güvəndik, zəhmət çəkib özün gəlib deyərdin. Çünki bunda qəddar bir məntiq var. Hər şeyin Allahdan gəlib Allaha qaydacağını deyirsiniz. Amma düşünmürsünüz ki, sizin daxilinizdəki gizli niyyət əslində Allahdan qaçmaqdır. Siz müstəqil olmaq istəyirsiniz. Siz ölmək, yoxa çıxmaq istəmirsiniz. Mən isə sizə deyirəm, sizi ölüm yox, ölümdən sonra qarşınıza çıxan Allah yoxa çıxaracaq. Bəlkə də siz mənim yanımda daha təhlükəsizsiniz, təhlükəsizlikdəsiniz. Ağlınızı işlədin. O niyə deyir ki, təkəbbürlü olmayın? Mən hissindən azad olun, nəfsinizi cilovlayın. Çünki o yaxşı bilir ki, heç bir ağıllı insan könüllü şəkildə yoxa çıxmaq istəməz. Allahda yox olmaq doğulmamışdan əvvəlki o qaranlıq və adsız vəziyyətlə eynidir. Hissiyat yoxdur, mən yoxdur. O nəfsinizi tərbiyə edin deməklə sizi özündə könüllü şəkildə itirmək, udmaq istəyir. Gedin kitabları oxuyun, dinlərlə maraqlanın, siz cənnət konfetləri ilə aldadılırsınız. Bəlkə mənimlə öz kimliyinizi qoruyasınız. Axı siz cənnətdə nə qədər qalacaqsınız? Onun son məqsədi yaxşı bəndələrini öz ovucuna alıb özündə itirməkdir. Sizin sonunuz onsuz da yoxluqdur. Əbədi yaşamaq, əbədi ehtiyatsız olmaq yalnız Allaha məxsusdur. O sizi sadəcə udacaq. Siz günahkar deyilsiniz. Bəlkə də sadəcə sizin kimliyiniz Allahın planı ilə tərs mütənasibdir. Sizi var edən nəfsdir, mənlikdir. Bunlar yoxdursa siz də yoxsunuz. İndi deyin mənə, siz Allahda yox olub yaddaşsız bir zərriyə çevrilmək istəyirsiniz, yoxsa özünüz olaraq qalmaq?